Salam. Mənim keçən dəfədən bir video borcum var idi. Onu bugün çəkim dedim. Baxanların yadındadırsa, Yuri Minyachikin'in uşaq yeniyetmə və yetkin konsepsiyası və kursu haqqında danışmışdıq. Yeri gəlmişkən yenə də vurğulamaq istəyirəm ki, baxmayanlar mütləq baxsınlar. Çünki çox önəmli məsələdir. Bugün, yəni keçən həmin videoda demişdim, bunun Yuri Minyachikin'də yəni bu konsepsiyanın yaranması haqqında və niyə məhz indi bu yarandı? Bunun o bir psixoloji fikir kimi, bir psixoloji konsepsiya kimi ortaya çıxmasının səbəbləri nələrdir? Deməli, Yuri Minyachikin özü əvvəllər müxtəlif başqa proqramlarla çıxış edirdi, satsanglar aparırdı, retritlər aparırdı, seminarlar aparırdı. Amma hal-hazırda bundan başqa demək olar ki, heç bir təlim, heç bir proqram aparmır. Yalnız Mən Səni Görürəm adlı bu proqramla məşğuldur. Artıq 7-ci, bilmirəm ya 8-ci kurs olub, onlayn şəkildə 2 həftə davam edir. Yeri gəlmişkən mən keçən videoda 3 həftə demişəm, o səhvdir. Bu kurs 2 həftə davam edir. Deməli, biz dedik ki, bizim psixikamız 3 hissədən ibarətdir. Uşaq, yeniyetmə və yetkin. Bunlar həmişə belə olub, həmişə də belə olacaq. Yəni bunun hansısa bir dövrlə, tarixi dövrlə və s. əlaqəsi yoxdur. Bu bizim psixikamızın hissələridir. Bizim alt şəxsiyyətlərimizdir. Bu hər kəsdə var, hər kəsdə də olacaq. Dövrlə əlaqəli olan məsələ nədir? Tarixi hadisələrlə, siyasi hadisələrlə, zamanla əlaqəli olan şey nədir? Məhz yeniyetmənin, biz dedikdə ki, hər kəsdə əsasən yeniyetmə psixikasıdır. Və bütün bu yeniyetmələr psevdo böyük roluna giriblər. Özlərini böyük kimi aparmağa, göstərməyə çalışırlar. Əslində isə ortada heç bir böyük yoxdur. Bu psevdo böyükdür, yalancı böyükdür. Bütün bizim bu böyük kimi ortada gəzən, bax bütün bu işləyən, işə gedən, pul qazanan bu insanların psixikası, yəni özləri böyükdür, yaşları böyükdür. Amma psixikası yeniyetmə psixikasındadır. Və onlar özlərini böyük kimi aparmağa məcburdular. Çünki həyat tələb edir ki, sən artıq böyümüsən, işləməlisən, uşaq, ailə, məsuliyyət və s. Amma psixika yeniyetmə psixikasında qaldığına görə yeniyetmə psixikasının xüsusiyyətləri haqqında danışmışdıq. Və ortada nə yaranır? Ziddiyyət yaranır. Mən yeniyetmə kimi yaşamaq istəyirəm, amma böyük kimi yaşamağa məcbur edilirəm. Orada ziddiyyət yaranır və ziddiyyət olan yerdə də həmişə nə olur? Stres olur, gərginlik olur, vurnuxma, çaşqınlıq, depressiya, keyfsizlik, həyatdan həzz almama və s. və ilaxır. Bütün bu bildiyimiz məsələlər. Dolayısıyla, yəni nəticə etibarilə belə bir ümumi bir ad qoysaq, əzab, psixoloji əzab. Bunlar nə üçün məhz indi özünün pik həddinə çatıb? Bəlkə pik həddinə hələ çatmayıb. Yəni Yuri Minyachikin dediyinə görə hələ öz pikinə çatmayıb.
Amma çox kritik dövrünə gəlib çatıb. Bunun səbəbi nədir? Pandemiyaya qədər artıq bir çox şey, bizim o sosial təminatlarımız, bizim o sistemlər ki var idi bizim üçün dayaq rolunu oynayırdı. Həmin o psevdo böyük üçün dayaq rolunu oynayırdı. Onlar artıq laxlamağa başladı. Yəni konkret olaraq məsələn bizim yaşadığımız Sovet sistemi dağılandan sonra bunlar vaxlamağa başladı. Və sadəcə Sovet ölkələrində yaşayan insanlara aid deyil, bütün dünyada gedən bir prosesdir. Yəni eyni dövrdə başqa ölkələrdə də bu proses getməyə başladı. Yəni 80-ci illərin sonları, 90-cı illərdən etibarən bax bu dayaqlar, o cəmiyyətin, insanların daim hiss etdikləri o dayaqlar, o qarantiya sistemləri, onlar vaxlamağa başladılar. Pandemiyadan sonra isə bunlar əhəmiyyətli dərəcədə artıq dağılmağa başladı. Və məhz buna görə indi həmin o bizim o yeniyetməmiz bu qədər başını itirmiş vəziyyətdədir. Bu qədər stresin, gərginliyin, narahatlığın, hər cür hadisənin, hər cür cinayətlərin, nə bilim də, özünüz bilirsiniz müasir dövrdə biz nələrlə rastlaşırıq, nələrlə üzləşirik. Bax, bunların hamısının qaynağı budur. Bəzi adamlar deyir ki, yox, bütün bunlar həmişə var idi. Sadəcə indi informasiya bol olduğu üçün sosial şəbəkələr, internet və s. ona görə indi biz bunlardan xəbər tuturuq. Əslində bunlar həmişə var idi. Elə deyil. Yəni, həmişə belə şeylər yox idi. Bugün bizim rastlaşdığımız o sosial hətta mən deyərdim iyrəncliklər, bunlar hər zaman yox idi. Biz hamımız müəyyən yaşamışıq, görmüşük, nə ətrafımızda, nə uzaqdan, nə yaxından belə şeylər eşitməmişik, görməmişik. Əvvəllər vəziyyət necə idi? Dediyim kimi, sosial qarantiya sistemləri var idi, təminat var idi. İnsanların gələcəyi qarantiya altındaydı. İnsanlar sabaha belə qorxu ilə baxmırdılar. Öz ömürlərini demək olar ki, qabaqcadan hər kəs görürdü. Mən necə bir ömür yaşayacağım təxmini. Məsələn, Yuri Minyaçikin deyir ki, mənə deyir, atam pensiyaya qədər mənim bütün həyat yolumu cızmışdı, qoymuşdu qabağıma ki, bax sən bu periodlardan keçəcəksən, bu institut, nə bilim, karyeranın bu hissələri, bu vəzifə, hərbi vəzifələr hansından sonra gələcək və nəhayət pensiyaya qədər mənə bütün həyat yolumu qabaqcadan qarşıma qoymuşdu. Mən bilirdim ki, mən bu həyatı yaşayacağım. Və aşağı yuxarı hər kəs də belə idi. Bax, 90-cı illərdən bütün bunlar vaxlamağa başladı. Pandemiyadan sonra isə bütün bunlar demək olar ki, artıq çöküş vəziyyətinə keçdi. Pandemiyada hətta insanların ən belə arxain olduqları, ən çox güvəndikləri sistemlərdən biri səhiyyə sistemidirsə, səhiyyənin belə biz çöktüyünü gördük. Yəni, təcili yardım çağıranda evə təcili yardım gəlmirdi. Deyirdi, özünüz başınızın çarəsinə baxın, mən çatdıra bilmirəm, mən eləyə bilmirəm. İnsanları neynədilər? İnsanları evə doldurmağa başladılar.
insanları özləri ilə tək buraxmağa başladılar. Baxın, sosial dayaqlar çökməyə başladı və insanlar məcbur edildilər ki, başqa bir dayaq tapsınlar, daxili dayaq tapsınlar, daxilə yönəlsinlər. İndi bunu kim elədi? Bu söhbət bundan getmir. Şəxsən mən bunun biraz da təkcə bunun yox, ümumiyyətlə bugün baş verən hadisələrin bəşəri təkan olduğunu düşünürəm. Bax, bizim o böyüməmiz üçün bəşəri bir təkandır. Biz böyüməliyik və kim böyüyəcəksə onlar çıxacaq bu kritik dövrdən. Mən pandemiya vaxtında bir çox müdrik adamdan, bir çox müəllimlərdən eşidirdim ki, çox kritik bir dövrə gəlib çatırıq, çox önəmli dəyişiklik olacaq bundan sonra və kim ki güclüdür, onlar çıxacaq. Onda mən hələ tam olaraq bunu tam başa düşmürdüm, yəni bu nə deməkdir. Amma indi mən bunu daha yaxşı başa düşürəm. Bax, o sosial dayaqların vaxtladığı bir dövrə gəlib çıxmışıq. İndi heç bir siyasi təşkilat, heç bir beynəlxalq təşkilat, heç bir beynəlxalq hüquqi təşkilat öz sözün avası deyil, yəni heç kim onlara demək olar ki, güvənmir. Heç bir dövlət, tutaq ki, hansısa bir məzlum dövlət, hansısa zülmə məruz qalmış dövlət artıq həmin təşkilatlardan mədəd umma bilmir. Yəni arxayın deyil ki, o gəlib onun üçün nəsə eləyəcək, hansı haqları qoruyacaq və s. O təşkilatlar özləri hansısa, nə bilim, BMT-lər, ATƏT-lər və s. və axır. Onlar özləri öz aralarında hansısa dövlətlərlə onlar özləri anlaşa bilmirlər. Onlar bugün anlaşırlar, yəni az qala günlük anlaşırlar. Yəni. Və heç kim əmin deyil ki, bugün razılaşdıqları şey sabah onlar əməl eləyəcəklər. Yəni, heç kim heç nədən arxayın deyil. Sabah mən duracağım, nə olacaq, başıma bomba mı düşəcək, nə olacaq, mən bilmirəm. Yəni. Amma əvvəllər belə deyildi. Əvvəllər insanlar, məsələn, indi Yuri Çekin canlı yayında, söhbətdə sorğu keçirir, insanlara sual verir ki, siz öz gələcəyinizi gün olaraq, zaman olaraq deyin, nə qədər, neçə müddəti siz qarantiya altında görə bilərsiniz, yəni. Nə qədər zaman sizin üçün yəni təhlükəsiz görə bilirsiniz öz gələcəyinizi, neçə gününü, neçə ayını. Orada maksimum insanlar 2-3 aydan yuxarı demirlər, yəni. İnsanlar maksimum öz 2-3 ayını belə təmin olunmuş, təhlükəsiz görə bilirlər. Ondan o tərəfi bəlli deyil, ondan o tərəfi qeyri-müəyyəndir. Bax, bu sosial dayaqların çöktüyü bir zamanı yaşayırıq. Mən hətta bunu pandemiyadan əvvəl də müşahidə edirdim. Kifayət qədər artıq aşkar müşahidə edirdim. Ki, insanlar, məsələn, televizorda deyilən heç nəyə qeydsiz, şərtsiz inanmırdılar. İndi bu artıq tamamilə belədir, yəni indi ümumiyyətlə inanmırlar. Pandemiya qədər də mən fikir verirdim ki, televizorda əvvəllər biz televizor deyilən şeyi mütləq bir şey kimi qəbul edirdik, yəni deyildisə və salam. İndi bunu kim deyir, nə üçün deyir, nə dərəcədə doğrudur? Məsələn, pandemiyanın özünü bu insanlar bugünə qədər bilmədilər. Bu həqiqi bir virus idi, həqiqi bir epidemiya idi, yoxsa bunu kimlərsə elədi, nə üçünsə elədi. Yəni, bax, o yeniyetmənin şübhəsi
bugün özünün pik həddini yaşayır. Və dediyim kimi heç nəyə inanmırıq, heç bir yuxarı o vəzifəli insanlardan, hansısa kreslolarda oturan o insanlardan deyilən sözlərin heç bir demək olar ki gücü, etibar qalmayıb. Sosial şəbəkələrdə baxın, bir dənə bir xəbər çıxır, bir dənə bir gündəm hadisəsi olur. Onun altında insanlar nə cür rəylər yazırlar yəni. Və 95%-dən yuxarı insanlar bunu şübhə altına salır ki, bu əslində belə deyil. Yəni heç bir avtoritetə, heç bir güc sahibinə, hakimiyyət sahibinə və s. heç kimə artıq inam qalmır. Heç bir prezidentə, heç prezidentlər özləri bir-birinə güvənmir. Bax, bütün günü baxırıq o görüşürlər, anlaşırlar, razılığa gəlirlər, amma onlar özləri bir-birindən əmin deyirlər ki, yəni bu razılıqları bunların nə qədər çəkəcək, nə qədər davam edəcək. Bax, bütün bunlar nə deməkdir? Bütün bunlar bizim o sosial dayaqlarımızın vaxtlaması deməkdir. Əhəmiyyətli dərəcədə. Bu pandemiyadan sonra xüsusilə. Niyə mən deyirdim pandemiya və Rusiya-Ukrayna müharibəsini Yuri Menyetçikin vurğulayır. Çünki Rusiya-Ukrayna müharibəsi yəni Yuri Menyetçikin özü Ukraynalı olduğuna görə o bu müharibədən sonra müəyyən özü də daxili biraz proseslərdən keçdi və məhz bundan sonra o özü yeniyetməsini daha yaxşı görməyə başladı və məhz bu konsepsiya ondan sonra formalaşdı. Yəni bax, bu müharibələr ki oldu, son dövrlər yaşadığımız, gördüyümüz və ondan əvvəl baş verən bu epidemiya, pandemiya, bütün bunlar bu prosesləri sürətləndirdi və artıq bundan sonra həyat başqaca olacaq. Yəni əvvəllər pandemiya dövründə mən bu sözü eşidirdim ki, bundan sonra həyat başqaca olacaq, tam olaraq başa düşmürdüm. İndi başa düşürəm ki, bundan sonra həyat həqiqətən başqa cür olacaq və bu prosesdə hələ bayaq dediyim kimi özünün pik həddinə çatmayıb. Yəni Yuri Menyetçikin bu cür görür məsələni. Mən burada onun fikirlərini sizə çatdırıram. Bunlar mənim fikirlərim deyil. Amma mənim tamamilə razılaşdığım fikirlərdir. Yəni özünün hələ pik həddinə çatmayıb və bundan sonra bu proses hələ davam edəcək və daha kritik şeylər yaşayacağıq böyük ehtimalla. Və indi bax o yeniyetmənin o psevdo böyük kimi əgər əvvəllər öz karyerasını qurmağa, öz həyatını yaşamağa daha əlverişli şərtlər var idisə, indi o şərtlər yoxdur. Ona görə indi yeniyetmə özünün bu qədər başını itirmiş vəziyyətdədir. Yəni biz deyə bilərikmi ki, Sovet dövründə tutaq ki, hansısa bir ailə başçısı xoşbəxt idi. Biz bunu deyə bilmərik, çünki eyni psixika orada da var idi. Amma indiki kimi, indiki o psevdo böyük kimi başını itirmiş vəziyyətdə deyildi. İndiki kimi belə öz qürurunun, öz təkəbbürünün, öz o egosunun belə bu qədər partlama dövrünü yaşamırdı. Daha sakit idi, çünki şərtlər onu o təminatı, o rahatlığı verirdi. Amma biz deyə bilmərik ki, o belə huzurluydu, xoşbəxt idi. Biz bunu da deyə bilmərik. Amma bugün tamam başqa mənzərə ilə biz üz-üzəyik. Bugün bax o yeniyetmənin, yəni gündəlik bir neçə dəqiqə sosial şəbəkələrə girmək, yaxud hansısa bir televizoru açıb bəzi o sosial proqramları izləmək kifayət edir ki, biz bax bugün bunun hansı bir həddə olduğunu görək. Həqiqətən də Yuri Menyetçikinin dediyi kimi öz kollapsını yaşayır, öz
çöküşünü yaşayır. Təkəbbür, ego, insan egosu öz çöküşünü yaşayır hal-hazırda. Yəni burada elə bir proses gedəcək ki, artıq böyümə labüd olacaq. Yəni ona görə mən deyirəm ki, mən bunu bəşəri bir hadisə olaraq görürəm, bəşəri təkan olaraq görürəm. Bunu belə siyasətlə, sosial hadisələrlə, yəni siyasət nəticədə nəyə tabedir ki, siyasət hansısa tarixi hadisələr nəyə tabedir? Onlar da bəşəri gedişata tabedir, ilahi gedişata tabedir. Baxın, bugün o proqramlarda görürsünüz insanların münasibətlərdə, ailə məsələlərində nə qədər artıq həqiqətən yeniyetməcə davrandığını, yəni yeniyetmə bugün öz əvvəllər əgər o psevdo böyük kimi maskalanmaq imkanı çox idisə, indi bu imkan artıq yoxdur. Bütün maskalarını belə cırmış vəziyyətdə özünü açıb qoyub ortaya. Yəni evdən qaçmalar, ailəsini, uşağını tərk edib getmələr, tamamilə məsuliyyətdən uzaq hərəkətlər. Yəni əvvəllər yenə bir nədənsə bir ictimai qınaqdan ən azı çəkinmə var idisə, indi o da yoxdur. Açıq-aşkar çıxır, insanlar deyir ki, mən bunu eləmişəm, əcəb eləmişəm. Yəni hətta qadınların belə, normalda kişilər buna daha uyğundur. Kişinin yeniyetmə kişi psixikası daha çox, yəni özünə bağladısa, özünə aşiq etdisə birini, növbətisinə doğru gedir. Bugün kişilərdə təbii ki, bu artıq başını itirmiş vəziyyətdədir. Kim kimə, kim necə bilinmir. Amma qadınlar da bugün kişilərlə bu məsələdə yarışmağa başlayıblar. Qadın öz evini, böyük uşaqlarını tərk edir, gedir. Başqa birinə qoşulur, gedir. TikTok'dan biri ilə tanış olur, gedir. Və zəng elirdir ki, mən getmişəm, əcəb eləmişəm, uşaqlarım mənə görmək istəyir, gəlsin, görsün. Yəni bu nə deməkdir? Bu, bax, həmin o yeniyetmənin artıq psevdo böyük kimi süqutu deməkdir. Artıq o yəni heç yalancı böyük belə ola bilmir. Yəni. Yalandan da olsa böyük ola bilmir. Yəni. O ümumiyyətlə məsuliyyətdən tamamilə imtina edib. Bilmirəm, siz mənim gördüyüm kimi görə bilirsiniz, məsələn, mənim başa düşdüyüm kimi. Yəni, əvvəllər əgər o məsuliyyətə məcbur idisə, yenə də könülsüz idi ya, yenə də, çünki yeniyetmə məsuliyyət götürə bilməz. Amma bugün o məsuliyyətdən açıq-aşkar imtina edir, yəni. Heç qətiyyən buna görə utanmır, qətiyyən heç nəyə görə narahat olmur. Kim kimlə qaçır, gəlin qaynatayla, yeznə qaynanayla, yəni tamamilə məsuliyyətdən imtina edilib, tamamilə cavabdehlikdən imtina edilib. Yəni, bax, bunlar tam yeniyetmə hərəkətləridir və yeniyetmənin artıq psevdo böyük kimi tənəzzülünün əlamətləridir. Bax, belə təxmini bunları demək istəyirdim. Bugün biz insanlar, bax, bugün bizim yaşadıqlarımız, bax, belə bir tarixi dövrə təsadüf edir. Biz, bax, o yeniyetmə egosunun, təkəbbürünün kollapsını yaşayırıq, onun
süqutunu, çöküşünü yaşayırıq. İndi bu proses nə qədər çəkəcək deyə bilmərik, amma biz bunu artıq bir müddətdir yaşamağa başlamışıq. Yəni o yeniyetmə, yenə deyirəm, başını itirmiş vəziyyətdədir. O nəyin bahasına olursa olsun gözə girmək istəyir. Yəni məni görün, mən əlayam, mən gözələm, mən möhtəşəməm. Yəni özdə bunu artıq hansısa bir faydalı, belə qəbul olunmuş gözəl şeylərlə də eləməyə çalışmır. Yəni təki mən məşhur olum, təki məni tanısınlar, təki məni görsünlər. Yəni fərqi yoxdur, mən hansı yolla çıxıram insanların qabağına. Ona görə baxın, bugün sosial şəbəkələrdə, TikTokda xüsusilə insanlar nə ilə gəlirlər bizim gözümüzün qabağına? Nə ilə gəlirlər? Nələri ilə gəlirlər? Yəni özünüz çox gözəl bilirsiniz nələrlə gəlirlər. Cinayətkarların belə o fenomen olandan sonra cinayətkar belə fenomen olur və bununla öz egosunu, öz təkəbbürünü, öz vacibliyini təmin edir. Amma bunlar hamısı nəyə göstərir? Bunlar hamısı çöküşü göstərir. Bunlar hamısı süqutu göstərir. Bunlar hamısı uçurumun kənarında baş verən hadisələrdir. Yəni bundan biraz o tərəfi uçurumdur. Əgər biz yaxşı yaşamaq istəyiriksə, ümumiyyətlə yaşamaq istəyiriksə, artıq nəinki yaxşı yaşamaq, ümumiyyətlə yaşamaq istəyiriksə, biz böyüməyə məcburuq. Yəni indi heç vaxt olmadığı qədər böyümək zəruriləşib. Əgər belə demək mümkünsə, heç vaxt olmadığı qədər böyümək zəruriləşib. Yəni böyümədən biz bax, yalnız belə nəinki artıq daxilən stres dolu, eləcə də zahirən çox eybəcər, çox çirkin bir həyat yaşayacağıq. Nəinki daxilən stres dolu. Hər kəs mən böyüyəm deməzdən əvvəl baxsın, görsün onun içində nə qədər stres var. Əgər sənin daxilində, bunu keçən videoda da demişdim, yenə də təkrar edirəm. Əgər sənin daxilində stres varsa, hər cür çaşqınlıq varsa, gərginlik varsa, vurnuxma varsa, xroniki yorğunluq, xroniki kefsizlik, xroniki ruh düşkünlüyü, xroniki depressiya varsa, sən daim işləyirsən, çalışırsan, əylənirsən, sevinirsən, amma bütün bunlar bir daxili streslə, daxili narahatlıqla, daxili diskomfortla müşayiət olunursa, demək ki, sən böyüməmisən. Yaşın neçə olur olsun? Yaşın 70 də ola bilər, 80 də ola bilər. Amma bunlar sənin içində varsa, demək ki, sən böyüməmisən. Sən öz böyüyünlə tanış olmamısan. Bax belə, bir neçə kəlmə də biz necə edə bilərik ki, bu böyüyü möhkəmlədək, necə edə bilərik ki, öz böyüyümüzü tapaq ümumiyyətlə. Tapaq ki, biz sadəcə bax bu əzab çəkən psixikadan ibarət deyilik. Bizim sakit, sevən, tamamilə qorxusuz, tamamilə azad bir tərəfimiz də var. Bax, biz bunu necə görək? Əvvəla təbii ki, bütün bu məsələləri araşdıraraq, bax, bütün bu cür şeyləri düşünərək, bu danışdığımız məsələləri başa düşərək və öz yeniyetməmizi görərək, uşağı və yeniyetməni görərək, bütün bu məqamları bir-bir görərək biz əvvəlcə bunu eləməliyik və
Növbəti, yəni necə edək ki, biz bu böyüyü tapdıq, tutaq ki, böyüyü gördük ki, bizim bax böyük tərəfimiz var, belə azad, stressiz, qorxusuz bir tərəfimiz var. Biz bunu anladıq. Yəni bütün bu məsələlər yeniyetmədir və bunlardan azad bir tərəf var burada. Və biz necə edək ki, bunu möhkəmlədək və burada açar məqam, Yuriminyaçikin bunu xüsusilə vurğulayır, açar məqam qorxusuzluqdur. Qorxusuzluq. Mən istənilən situasiyada, istənilən stresli situasiyada və yaxud hansısa emosional gərginlikdə, hansısa panika vəziyyətində mən soruşmalıyam. İndi qorxusuz, yetkin, böyük adam bu vəziyyətdə nə edərdi? Necə davranardı? Və mən bunu düşünürəm və təbii olaraq həmin vəziyyəti özümdə yaradıram. O qorxusuzluq vəziyyətini. Yəni düşünün, tutaq ki, oturmuşsunuz evdə, birdən-birə işıqlar sönür. İşıqlar sönəndə orada balaca uşaq qorxa bilər, düzdürmü? Ağlaya bilər, narahat ola bilər. Amma oradakı böyük nə edəcək? Böyük duracaq sakitcə, şam yandıracaq, lampa yandıracaq, fanar yandıracaq. Uşağı sakitləşdirəcək ki, sakit ol, heç nə yoxdur, qorxulu heç nə yoxdur. Yəni, böyük adamın xüsusiyyəti budur da, böyük adamın əlaməti budur. Böyük qorxmaz. Böyük heç bir vəziyyətdə qorxmaz. Böyük heç bir vəziyyətdə panikaya düşməz. Böyük həmişə problemlərin bir həll yolunu axtarar, tapar. Əgər heç bir həll yoxdursa da sakitcə oturar. Böyük budur, bizim bildiyimiz böyük anlayışı budur da, uşaqdan, yeniyetmədən seçilən böyük budur. İndi bax, biz bütün bu həyati, bu problemli situasiyalarda, hansılarda ki, indi əzab çəkirik. Bax, biz orada sual verməliyik ki, mən indi o böyük, qorxusuz, o sevən tərəfim, yəni heç tərəfim də deməyək də, böyük, qorxusuz adam nə edərdi bu situasiyada? Bax, onu yaratmalısan özündə. Qorxusuzluq. Bax, o istənilən bir situasiya yaranır, səndə nə baş verir? Qorxu yaranır, stres yaranır da ki, mən nə edəcəm? Çünki ya uşaq, ya yeniyetmə orada aktivdir və təbii olaraq onlar başını itirir. Çünki onlara görə deyil bu vəziyyət. Və sən orada düşünürsən, böyük burada nə edərdi? Böyük birinci növbədə qorxusuz olardı. Böyük qorxmur. Böyük heç bir vəziyyətdə qorxmur. Probkaya düşmüsən, tıxaca düşmüsən. Böyük panika keçirmir, böyük sadəcə oturur, gözləyir. Növbədə sən növbə gözləyirsən, böyük nə edəcək? Böyük sadəcə növbəsini gözləyəcək. Amma yeniyetmə və yaxud uşaq nə edəcək? Uşaq yorulacaq. Yeniyetmə nə edəcək? Yeniyetmə hayküy salacaq. Növbə, niyə bu qədər növbə var? Qışqıracaq, şikayət edəcək və s. Və yaxud istənilən bir problemli situasiyada. Böyük nə edir? Böyük durur sakitcə, o problemin həlli üçün nələrsə eləməyə başlayır. Sakitcə, stresə düşmədən. Amma kim ki hayküy salır, qışqır, bağır, mən bunun öhdəsindən gələ bilmirəm, mən bacarmıram, mən yorulmuşam, mən bezmişəm, bax bu yeniyetmədir. Çünki yeniyetməlik deyil bu, yeniyetmənin işi deyil, böyüyün işidir. Bax, o böyüyümüzü də bu cür kəşf edib, yavaş-yavaş möhkəmlətməliyik. Belə, bugünlük bu qədər. Yəni, Yuriminyaçikin boş yerə demir ki, bunu məktəblərdə keçmək lazımdır. Mən bunu tamamilə altına öz imzamı atıram. Bunu həqiqətən məktəblərdə keçmək lazımdır. Çünki başqa yolu yoxdur. Biz bax o dalana dirənmişik. Biz o tıxacdayıq bu dəqiqə və bu tıxacdan çıxmanın bir dənə yolu var. Böyümək.
Böyümək üçün də bax, ən gözəl konsepsiyadır, ən gözəl proqramdır. Ən gözəl sistemdir, bax belə. Hər şeyi halva eləyib önümüzə qoyan bir nəzəriyyə ilə mi deyim, bilmirəm. Təlimlə mi deyim, bax, üzrəyik. Bunun qiymətini verək. Kim ki indi bu videoya baxır, o məncə özünü çox şanslı hesab eləməlidir.